Müharibə 5 ildir ki bitib. Azərbaycan əskəri getdi, aldı o torpaqları, işğaldan azad etdi və qayıtdı özünü yandırmağa. İlham Əliyevə təhvil verdilər o əraziləri, böyük qayıdış falan kimi də gürültülü bəyanatlar, şüarlar hələ də aktualdır. Amma sən demə, Kəlbəcərə hələ bir nəfər də olsun yerli sakin qayıtmayıb, qaytarılmayıb, imkan verməyiblər adamlar köçsün. 30 ildən artıqdır ki, həsrət qaldığı yurd yuvasına. Əslində mənim üçün təəccüblü deyil, xatırlayıram, ən azı 3-4 il əvvəl ilk dəfə bu efirdən demişəm ki, əhalinin ən az köçürüləcəyi rayonlardan biri Kəlbəcər olacaq. Niyə? Çünki kurort zonasıdır. Orası Paşa Holding üçündür. İlham Əliyevin ailə şirkətləri o ərazilərdə sanatoriyalar tikəcək, İstisu zavodunun xeyrini götürəcək, dağları, dərələri öz biznes maraqlarına ram edəcək. Ondan sonra baxacaq ki, ümumiyyətlə bu Kəlbəcərlilər ona orada lazımdır ya lazım deyil. Lazımdırsa neçəsi lazımdır, lazım olmayanları haraya yerləşdirsin ki, ciddi dövlət qayğıları altında xumarlanmış olsun. Amma maraqlıdır, əslində tərsinə olmalıydı. Kəlbəcər işğal edilmiş ərazilərdə ən az dağıntıya məruz qalan şəhərlərdən biri idi axı. Evlər sap-pasaq yerində. Gedib gələnlər də belə danışırlar. Orada salamat evi qalan insanların da evini, həyətini buldozerlərin ağzına verib çürüdülər ki, buralar Əliyevin ailə biznes təsərrüfatı baxımından çox əhəmiyyətli yerlərdir. Siz biraz o tərəfə çəkilin, 100-ə dözən 130-a da dözər. İndi sizə bir Kəlbəcərlinin danışığını göstərəcəm. Kəlbəcərlidir, amma böyük ehtimalla da Kəlbəcərdən deyil, Ağdərə ərazisindən İlham Əliyevə müraciət edir. Özünün dediyi kimi istiqnal verir. Orada o ərazilərdə Kəlbəcərlilər yoxdur, amma Kəlbəcər polisi dəhrəsini alıb əlinə buduyur. Nəyi, necə buduyur? Buyurun, diqqət edin. Bərbaşdan deyim, müzəffər ritorikalarıyla deyilmiş bəzi cümlələri kəsib tuğlayıram, çünki yerinə düşmür. Güya Kəlbəcər polisi və ya Kəlbəcərin oradakı təkəm seyrək binəvalara od yolduran məmurları öz başınadırlarmı? Oralar Əliyev ailəsinin oylağıdır, təlimatlarını da buna uyğun davranış kodekslərinə görə alıblar. Həmin təlimatlar üzrə də zülüm verirlər ki, birdən oraya köçənlər elə bilərlər ki, bu doğma yurdlarda bir qədər ərköyün niskilli yaxud niskilinə güvənib ərköyün davrana bilərlər. Bəri başdan adamları boğmaq lazımdır ki, cənnətin də cəhənnəmə bənzər hücrələrinin olduğunu anlasınlar. Falan bir hətta transformatorlara kimi, cənab prezident, mən buradan bantizmin rəisinə də müraciət edirəm, generallarımıza. Xahiş edirəm, sizə məlumat çatdırıram, deyirsiniz siqnal verin, mən açıq şəkildə bildirirəm. Gəlin, buna göz yumulmasın, cənab prezident. Bunlar da bu vəziyyət töradır. Bantizmiyə müraciət edirəm, xahiş edirəm, mən bu çıxışlarımı, bu şikayətimi nəzərə alsınlar, gəlsinlər, çəkiliş gətirsinlər. Bir göstərim, haqsız eləsəm, yalan desəm, mən tutulmağa yox, hətta güllələnməyə razıyam. Mənim külfətimin başını kəsirlər, ac qoyurlar. Mən dövlətdən gəlirim yox, iş yerim yox, evdə işkim işləmir, 70 yaşına xəstənəm. Mən o qapımın olan öz qazanlığımı aparıblar. Biz nə cür yaşayaq? Nə cür yaşayaq? Nə ilə yaşayaq, cənab prezident? Nə polisə daş atmırıq biz, nə təhqir eləmirik, nə başqa sözlər demirik. Hər vaxtı da polisləri də hörmət qoymuşuq, bütün məmurlara hörmət qoyan insanları. Bu boyda Kəlbəcər polis şöbəsinin o qədər haqsızlıq ədalası öz başına alıqdır. Hətta bunlar rayon hakimiyyətini də heç saymırlar, o dərəcədə saymazlıq edirlər ki, hara gedirsən get, hara əlin. Mən deyirəm, cənab prezidentə müraciət edəcəm sosial şəbəkələrdə, bax bu işlərinizi, bu vəziyyəti. Elə hara eləyirsən, sonra mənə də qorx gəllər, hara eləsən, bir daha yenə deyirəm, sənə bir eləyərək, belə eləyərək, belə. Mən bu indi hal-hazırda bunu tezdən yenib çəkib meşələrdə gizlənirəm. Mən bunları axtar ki, məni tutub şərriyələr. Mən xahiş edirəm, cənab prezident sizdən, mən heç nə tələb edirəm, heç nə, mənim özümüzü, malımızı sizdən xahiş edirəm. Kəlbəcər polis şöbəsinin gürovluğundan azad eləyəsiniz. Biz Kəlbəcər polis şöbəsinin əlində özümüz də gürovuq, mal-qaramız da. Hələ gedirəm aşağıda nə qədər maşınlar, texnikalar doğruyublar. Onu da çəkib qoyacam ora. Transformatorlara kimi. Mən
Bu daha bak cənab prezident. Baxın bir daha. Bir daha baxın. Baxın bu qaz turbasını. Gözü təzə rezervdən doğradılar. Kimlər doğru? Kimin tərəfindən? Bunu bax. Bu daha bax üstündən gedənlər. Hamısı kəndə gedən turbalar, hamısı bax belə gedib hamısı. Darvazalara, o da bax bu məhəllənin darvazasıdır. Baxa bilərsiniz. Bax bu da bu darvazadır, məhəllənin darvazasıdır. Baxın cənab prezident. Görün bu darvazaları, bu dam örtüklərin, evləri nə vəziyyətə qoyublar. Biz neçə çeviriblər. Onun heç biri döyüşdə iştirak eləmir. Yenə mən bizi kimi kasıbın qardaşı, əmsi oğlu, dayısı oldu şəhidin. Allah şəhidlərimizə rəhmət eləsin. Mən ruhu qarşısına baş əyirəm. Onlar bizim nə qədər qazilərimiz var, gözün əlini ayağını itiranlar. Bu torpaq üçün can qoyur. Bu Kəlbəcər polis şöbəsi hansı bir məmur, hansı bir Azərbaycanı istəməyən bir ölkə bunların arxasında durur mu? Bunlar öz başına alıb bu qədər hərəkətlər eləyirlər. Hətta mən buradan Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı salamlayıram. Ondan xahiş eləyirəm. Bir daha səslənirəm. Bu bizi Kəlbəcər polisindən malımızı, özümüzü girovluqdan azad eləməyinə cənab prezidentimizə dəstək olsun. Mən ona görə bir söz deyirəm ki, bunlar o boyda öz başına saymazlıq eləyirəm. Mən meşələrdə yatıram. Meşələrdə bax o qayalarda, bax o meşələrdə yatıram. Məni şərrib aparmaq istəyir. Ona görə müraciət edirəm. Bəlkə bunları hasta Azərbaycanı istəməyən bir dövlət arxasında durur ki, bunlar mənə deyir, sənə bir şey eləyəm, hara bildirsən bildi, prezidentə də bildi, hara. Ona görə mən bu Rəcəb Tayyib Ərdoğana da müraciət edirəm. Bizə dəstək olun, kömək olun. Bizi bu girovluqdan azad eləməyinizi istəyən xahiş edirəm. Bu boyda nə deyirəm, nə polisə daş atmırıq, nə öz başınalıq eləmirik, nə bir şey eləmirik. Biz əl zəhmətimlə iki əsgər geçətdiyim əsgərin boğazının çörəyini çıxardır öz ağzından. Gözləri doymur, cənab prezident. Bu boyda kətlər, Ağdərənin bir kəndini çəkirəm. Kətlərini çəkəmirəm, bir telefona yerləşdirəmirəm. Bütün Kəlbəcər ərazisinə nə qədər Ağdərə rayonunun kətləri baxır, hamısını talan eləyiblər. Biz necə çeviriblər? Bu boy deyərlər bizim nətər xəbərin yoxdur. 2 postdan bu maşınlar keçir. Ural maşınlardan, Kamazlardan daşıyırlar, tırlara yığırlar gedir. Tırlardan çəkirlər, biz necə çevirirlər. Bu dəqiqə bu kətdə remont getmir. Heç bir remont getmir ki, remont getsin, gəlib remont qaz kəmərini doğruyur. Bunlar qaz turbasına kimi doğru fermalar tikirlər. Ondan sonra biz necə çevirirlər, metallom kimi aparıb satırlar, material kimi. İndi bunlar da talan eləməlidir. Mən sizə açıq şəkildə bildirirəm, mənim iştirakimlə. Bu kətlər yoxlanılsın, Kəlbəcər ərazisinə baxan kətlər. Səhv desəm, yalan məlumat versəm, tutulmağa yox. Birbaşa bir daha bir də deyirəm, güllələnməyə razıyam.